Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri sizlərə soyutma pomidorun hazırlama qaydasını göstərirəm. İlk olaraq pomidorları yuyub, bıçaqla çərtirik, yığırıq dərin bir qaba. Sonra üzərinə qaynar su tökürük. Qapağı örtüb 5-10 dəqiqə bu cür saxlayırıq. Onda pomidorların qabıqları yumşalır, asanlıqla soyulur. Pomidorlardan bir-bir götürüb, qabığını soyub, özəyini çıxardırıq. Əziz izləyicilər, videonun alt bölümündə, açıqlamada mən resepti yazacağam dəqiqliyinə. Siz oradan istifadə eləyərsiniz. Hamısının qabığını soyduq, özəyini çıxartdıq, yığdıq aş süzənə. Mən bu günləri steril olmuş 700 qramlıq bankalardan istifadə elədim. Siz videoda görürsünüz, mən pomidoru yüngül sıxıram, yəni pomidorun içində olan tumları biraz az olsun. Sonra sıra ilə yığıram bankalara. Bu reseptdən 4 ədəd 700 qramlıq bankadan soyutma pomidor alındı. Qazana dəsmal səririk, bankaların üzərinə yüngül qapağı qoyub yerləşdiririk qazana. Sonra otaq temperaturunda adi soyuq su əlavə edirik qazana, qoyuruq qazın üstünə. Su bir barmaq bankadan aşağı olmalıdır. Su qaynara düşəndə saata baxırıq, 35-40 dəqiqə qaynadırıq, götürürük. Mən bu günləri 40 dəqiqə qaynadıb götürdüm. Sonra qapaqlarını açıb, üzərinə bir silə, videoda görürsünüz, əzizlərim çox olmasın, bir silə çay qaşığı turşular üçün istifadə olunan yodsuz duz və çay qaşığının ucunda şəkər tozu, ağ reyhan yarpağı üzərinə yerləşdirib, qapağını örtüb bərk bağlayırıq. Mən bankaların sonra üzərinə lent çəkib, qaynar suda əlavə elədim. Lentlər yapışdı bankaya, daha da işimi sığortalamaq üçün istifadə elədim. Əzizlərim, pomidora su, sirkə əlavə heç nə ehtiyac deyil. Pomidor qaynadıqca öz şirəsi çıxır. Sonra bankaları bir yerə yığıb, adyalla örtürük. Bir gün bu cür saxlayıb, yığırıq şkafa. Göz haqqınıza halal eləyin. Hazırlayanlara nuş olsun. Videomu bəyəndinizsə like etməyi, abunə olmağı, şərh yazmağı unutmayın. Allaha əmanət olun.